Salam, kanalımıza ve videomuza hoş geldiniz. Bugün sizlerle yine bir mukbang videosunun karşınızdayım. Bu benim kanalımdaki ikinci mukbangdır. Bacımın kanalında ise birinci mukbangdır. Biraz böyle eləyək. Dostlar, bu dəqiqə elə bir yerdə oturmuşuq da Allah qayağım ağrıyır. 2 saatdir da bunu düzəltməyə çalışırıq. Ay ayağım qırıldı, ay roltan düşəcək. Bu işində biz güclə burada oturmuşuq. İndi biz zəhərimizi yeyək. Anam demişkən. Deməli, menümüzdə belə bir rolton var. Çox şanslı zorlamayacağım göstərmək üçün. Bütün əməyim boşa getməsin. Altında dominolar düzmüşük ki hündür olsun. Sonra burada trikoliçki var. Nə? Trikoliçki. Aslında sıxarı var da, işte belə bir sıxarıdır. Sonra indi bunu qal. Nə düşdü? Ay, şırma yat. Deməli, yenə bir kamera düzəltməci oldu. Dediyim kimi, burada sıxarımız idi. Burada şirniyyatımızdır. Bu gizi çox adıdır. Burada xurmamız var. Deməli, başlayaq. Buradan uzanıb götürülməyəcəyimiz üçün əlimizi alacağıq. Birinci qarışdırırıq. Biraz. Aha. Çoxdan rolton yemirdik. Çox da yemirdik. Mən dominolarını götürdüm. İki mövzumuz sadəcə əlbəttə ki, belə boş-boş yeməyəcəyik. Bizim gündəlik bacı qardaş deyildim oradasın. O şimdi biz bacılar gündəlik həyatımız necə keçir, onun haqqında danışacağıq. Birini sən baş, sən durma. Ağzında görsən şimdi. Birinci sən başlayırsan mı? Sən. Deməli, təbii ki, biz bacılar olaraq, bütün bacılar kimi arada dalaşırıq da, barışırıq da. Daha çox dalaşırıq düzü. Və dalaşmanın çoxu ev işləri haqqında olur. Yox deyən, sən durmayırsan. Məktəb gəlin. Sən nə yapsan? Bilirsən. Sən də kanala vuracaq nə elə? Bilirsən. Mən dedim də. Nə, sən durban dalaşırsan. Yox, mən başlanğıcı verdim, sən də davamını gətir. Həm də bacım kanalında da yayınlayacaq bu videonu. Ayda satqaları zor qoymuş. Götürmə ayaqdan. Aha, safranı götürdü. Bu arada mən dedim ya yox, burada Sprite'imiz də var. Sprite'ın da bir gündür xazirdə qalmışdı. Bizim ən çox içdiyimiz kola da Sprite çox içmirik də. Alnında da 1-2 gün qalır, elə qazı qaçırıq. Mən sən durum nə yiyirəm? 10 deyil də. Onu deyim, mən öz kanalımda o haqqında danışmışam. Bundan əvvəlki mukbangda. Sən duruq, əzimi yuyuram, sonra əzimi yuyuram, sonra qardaşım üçün və özüm üçün yemək yiyirəm. Yəni normal pendir çörək, şirin çay. Elə olur, qış onunla yiyirəm. Hərdən. Mən çox vaxt elə səhər vəbşi bəzi insanlar var, bilməm bunu demişəm yox. Səhərlər axşamın yeməyini yeyə bilmirlərmiş ya da ki, yəni Mən səhərdən yaşayım. Mətbiyə. Yəni mən elə insanlar var ki, səhərləri mədəsi qaldırmır bəzi ağır yeməkləri. Mənim üçün heç bir fərqi yoxdur. Sən də Yəni mən çox vaxt səhərlər, yəni elə həmişə mən pendir çörək yemirəm. Xoşlamıram çox pendir. yeməyi yeyir, sonra qardaşım qaldıram. Güc bəla ilə. Bir dəqiqədə görürsüz, indi də dalaşdıq, nəysə. Mən çox vaxt elə səhərlər məktəbə gedəndə elə axşamdan qalan yeməyi qızdırıb yeyirəm. Sonra dalaşla qardaşım qaldırım ki, dur yeməyi ye. Sonra yeməyimizi yeyib, paltarımızı geyinib eləyir. Mən də saçımı yığıram. Onda məktəbə geyirik. Bilmirəm, bunu yiyim qutarım, sonra bunu yiyim, sonra bunu. Amma mən bu banklarda görmüşəm ki, qarışıq yerlər. Biraz yığır. Xurmamızdan da. Bir de sen de. Hı? Bir.
Sen niye durmuşsun? Elə bir ki, qıraqdan kimsə gəlir, video girib. Rahat otur da. Videoda qıraqda düşürsən. Rahat oturamıyorum. Danış da başqa nələrdən. Adı nədir? Çünki mənim kanalıma izləyiciləri səni tanısınlar. Öz izləyicilərini özü tanıyırlar ya. Zizki Vlog və Zeykabım kanalına abunə olun. Ne görürsən? Deyirəm ki, öz haqqında danış. Hə, öz haqqında danış. Əzizəm, mən tək olsam daha yaxşı idarə edərdim videonu. Danış da. Ne danışım? Demən də. Ağlıma Özün gəlmir. haqqında danış, özün haqqında məlumat ver. Mənim izləyicilərim səni tanımır. Sağ mənim 9 yaşım, 10 yaşım var. 9 yaşım var. 182 nömrəli tam orta məktəb gedirəm. 3 sinifi. Üçüncü sinif uşaq gedirsən. Hə. Bu necə ki? Başım. Mən də özümü tanıdım Zeynəbin izləyicilərinə. Adım Zəhra. Zeynəbin bacısıyam. Yeganə bacısıyam. Hə. 14 yaşım var. 182 nömrəli məktəbin 7-5 sinif şagirdiyəm. Buna 7'ni tapdım. Qalxdıq qarşıda hamısını böyle. Mən bu mukbang videolarını çox bəyəndim. İkinci dəfə çəkirəm. Düz bacı o bir kanalımda da çəkirdim. Elə belə də yəni. Amma belə videolar çox xoşuma gəldi mənim öz kanalımda. Yığır da, həm də yaxşı baxış yığdı. Neyse. Bir de görünür böyle ilan kimi şey gelir. Burada bu sayılar roltun kaçan gelir. Yeni içine karşılayacaksın. Bizim sen kanalda yaşam ne var? Hı? Senin kanalda yaşam ne var? 726. Benim kanalda da 450. 50 değil 470. Hı. Haberim yok. Mən tərzi bölgəyəm. Ad günüm oktyabrın 13-ü. Sən? İkizler bilmem. İkizler böleceğim. Mayın 25 alt yönünde. Hı hı. En sevdiğim hobbin. Evde yetim. Ha? Evde. Bir farkı yoktu. Resim çekmek. Mənim də ən sevdiyim hobbim nə bilim, video çəkmək. Aman da. Yani video çekmeden resim. Nə maraqlı söhbət gedir. Ben 25'im böyle. Ona niyə keçsən? Bizə də görsənirsən. Böyle. Bizə də görsənirsən. Niye bu da rahat olmur da? Yani bu şeyler salta. Çıxardan gedir. Gələn səfər nə ilə çəkək? Bu belə öz aramızda belə ucuz bir süfrə qurmaya çalışdıq. Amma məncə qəşəng bir süfrə oldu. Yəni Rolton məncə mukbanglardan olmazsa olmazdı. Çünki bütün mukbang görəmsə çox sevər Roltondandır. Belə suxari, belə hafif bir süfrə qurduq. Gələn dəfə hansı nə eləməyimizi məsləhət görürsünüz? Və hafta danışaq. Və gələn mukbang üçün də bizə nə danışaq da fikirlər verin.
Hə, indi anamdan fikir aldıq. Nə haqqında danışa bilərdi, dedi dərslərimiz haqqında. Ya mən belə wow oxumuram. Bir dənə Söhbətçiyəm. ən sevdiyim dərs. Rus dili. Zaten əvvəlki videomdan da demişdim. Mən dərs haqqında çox soruşdum. Sən dərslərdə nə çalırsan? Hansı dərs? Alıcısın, zərbəçsin. Səbət. Mən də zərbəçiyəm. 3 dənə, 4 dənə. Ya 3 kəsə gedir. Yəni mənim 3-üm də var, 4-üm də var, 5-üm də var. Mən də. Mən də sadəcə. Oyna da sorayım. Hı? Oyna da sorayım. Hə, istəmirsən? Yiyəcəyimi sorayım. Hə, Nasıl bir dəqiqə? Düz 70-80 dəqiqəlik vloqum var. Yəni 1 saat 10 dəqiqə, 1 saat 20 dəqiqə. Amma montaj edək 40 dəqiqə falan çıxar, 30 dəqiqə falan. Onu montaj eləməyə üşənirəm. Amma bu mukbang tutasını gedib bu montaj eləyəcəm. Gecə olmasa saat məktəbdə var. Bugün həftənin birinci günüdür. Bu arada bugün elektrik panellərində şeydə işlədi, onu qoyarım buraya. Ekranda görərsiniz. Çox maraqlı idi. Sistem dərslər. Zeynep ASMR nokta. Bugün eve geldim. Elə yorğun idim ki, saat 2'den 7'ye kadar yatmışam. Ben artık. En sevdiğim ders. Eləyəcək dərsimiz sən. Başka nakla sohbet edeceğiz. Evvel düşünmeden oturduk süfreye. Düşünseydim evvel bankadaki kimi. Sən mənə soruş ki, eləmədə təslim cəsətdə bütün kəsi gəlməyəcəm. Ben aslında hoşlanmam aslında bankada falan videoda derslikte danışmak. Çünkü yazıq şagirdlər olsa bütün gün dərsdə olur, evə gəlir dərs eləyir. Yaxşı ki bir gün tapşırığımız yoxdur. Diagnostiklər oldu. Hə, o şagirdlər olsa bütün gün dərsdə olur, dərs. Ve YouTube'u da açıp bakmak istəyir ki, maraqlı bir şeydir. Da YouTube'da da dərs haqqında danışırlarsa daha nə maraqlı oldu. Bu arada mutfaktan da başka ne videolar gelsin, challenge olar falan. Anama da çok teşekkür ederim ki bize böyle bir şərait yaratdı ki biz çəkək. Ben roltonumu bitirdim. Bir dəfə atamdan almışdır çupaçka. Bu Xrustim. Bu saçaqlı pəndən elə qəşəng dadlı yerdə. Yanında da kola. Vəbşə biz çox sevirik saçaqlı pəndi. Bu video tam zərərli şeylərdən ibarət oldu da rolton, suxari. Amma dediği bu ginolar. Bu şinatlar da izi çoxdur. Əgər deneməmişsiniz mütləq deneyin. Ben böyle şinekleri çok severim çünkü yüngüldür. Bundan 10 tane 15 tane yesem adamı şişirtmir de bildiğiniz. Çok tatlıdır hem de böyle kat bir şeydir. Çok qəşəngdir. Görürsünüz qatlarını. Eğer denememişse her tane sonuna kadar tövsiye ederim. Adı gizli çoktur. Ben bu mukbanglarda siz ne gayet gelir? Ki mukbang çəkəndən seçim biri ay kadar. O tez əvvəllər mukbangı çıxardırdım. O da çox tez çıxarmır da. O elə bir ki hər dəfə bir mövzu tapırdı danışmağa. Amma mən bilmirəm biz nə danışaq ki maraqlı olsun. Sual. Qardaşımın əlindən zar çəkmişdə bu videonu. Dedi gəl hər şeyə barmaqlayırıq da. Halbuki el şeydən ona dalmışıq. İndi güya anam deyir ki sabah qardaşıma da mukbang çəkəcəkmiş. Bu video bence seni ancak orada gitti. Ve dostlar bir videomuzun daha sonuna geldik. Zeynep'in izləyiciləri və mənim izləyicilərim. Ümid edirəm bu video sizə
sizin xoşunuza gəlmişdir. Videomuz bu qədər. Gələn videoda nə eləməmizi istəyirsinizsə və yaxud da gələn mukbangda süfrəmizdə hansı şeylərin olmasını istəyirsinizsə və nə haqqda bizim haqqında merak etdiyiniz sualları mütləq yazın ki, oy stolumuz niyə əyildi? Mütləq yazın ki, biz də onu nəzərə alıb vlogda da, mukbangda da cavablandıraq. Çünki bizim üçün əsas videoya siz baxırsınız deyə istəyirik ki, sizin istədikləriniz olsun. Videomuz bu qədər. Sağ olun. Kanala like atıb abunə olmağı unutmayın.